Situasiyamızı oxuyaq. X atomu kimyəvi rabitə əmələ gətirərkən həm elektron qəbul edə bilir, həm də elektron verə bilir. X atomu 2 elektron qəbul etdikdə 3s2 3p6 olur. Mən demək ikisini özünə qəbul edəndən sonra bu hala gəlsə, demək 3s2 3p4 Ay, sağ ol. Ona görə bunun sıra nömrəsi 16 olur. Bu da küçüldür 16. Aha, proton sayı 16 olur. Elə qısa elektron formu burada yazmışıq. 3s2 3p4 olur. 19-u Zəhra oxu. Alüminium 2 və X3 birləşməsində X-in yükünü müəyyən edir. X atomu maksimum elektron verdikdə oksigenlə əmələ gətirdiyi birləşmənin formulunu yazın. Burada alüminium müsbət 3 imiş, X də mənfi 2 imiş. Bax, onu hardan tapdın ki? Zəhra, hardan tapdın ki, alüminium müsbət 3, X? Həmçinin ki, alüminium metaldır. Biri metal olur, biri qeyri-metal olur. Alüminiumlar verməyin tərəfdardır. Qeyri-metallar da almağın tərəfdardır. Bax, sən dedin ki, Zəhra, bir dənə gözlə. Sən dedin biri metallı, biri qeyri-metal olur. O da niyə elə olur? Sizə Aygül bir izah edeyim ona. Metalın yanında, yəni başqa bir metal ola bilməz. Metalla metalın əlaqəsi olmur da. Metal ancaq qeyri-metalla birləşə bilər. Bir də metal sadəcə tək qala bilər. Alüminium metal rabitəsi olsun deyə. Yaxşı, çoxlu alüminiumlar. Amma metal varsa, yanında X varsa, o hökmən qeyri-metaldır və alüminiumu açanda 13 axırı 3s2 3p1-dir. Elə deyilmi Zəhra? 3-ünü verir. Bu müsbət 3 olur. Onda X-imiz neçəymiş? Deməli yükü. Mənfi 2. Mənfi 2 imiş. İndi qulaq as. Bax, mən sizə bayaq izah elədim. Qayda salmadıq da oraları. Dedim ki, bəs axı bizə X-in elektron formulunu falan verməyib. Onda nə edəyik? Burada artıq necə yanaşırsınız? Bax, bu sualı görsən Aygül. 19-u 18-dən sonra verib. Deməli, əlaqəli suallardır. Deməli, biz necə yanaşacaq? Bu mənfi 2... Udandan sonra bilirsən ki, rabitə yarananda atomlar stabil hala gəlir də, təsirsiz qaza oxşadır özünü. Deməli, NS2X özünü NS2NP6 halına salıb. O halda ki, Zəhra ikisini udandan sonra, udmamışdan qabaq neçəymiş deməli? NS2NP 4 imiş. Aysa, NS2NP4 imiş. Və deyir ki, X-in yükünü olsa tapmısan da mənfi 2-dir. İndi ikincini hesablayırıq. Deyir, X atomu maksimum elektron verdikdə bunun xarici təbəqəsində 6 dənə elektron var. NS2NP4. Elə? Aha, 6-sını verər. Çünki deyir, maksimum elektron verdikdə müsbət 6. Oksigen də bilirsən ki, mənfi 2 olur. Özünü oktetə çatdırmaq üçün. Çarpaz düşür 2, 6, ixtisar gedir. Çarpaz düşəndə ixtisar gedir, o da 1, 3. Bəli, X. O 3 şəklində olur. Aygül 20-ni də oxu. Deyir, X-in hansı elementlə birləşməsinin iyon 1 və ya kovalent rabitə olduğunu müəyyən edin. Burada deyir ki... Biz X-i nə tapdıq? Əvvəl yox. Axı biz hələ X-i, sən mənə deməlisən ki, X nədir? Bayaq tapdın ki, X nəymiş? NS2 NP4. NS2 Biz elə buradan X-i tapmışdıq, Zəhra. Heç bayaq fikir vermirəm. Aygül, S neçə idi? 16. Elə? 6 küçürdük. Əslində, bayaq özümüzü çətinə saldıq 19-da. Elə X-i bilirik də küçürdüymüş. Rahatlıqla da hesablaya bilərdik. Həm də burada sualda səhvlik var. Kitabda yazım. 6 elektron verdikdə isə 1s2, 2s2, 2p4 yazır. Burada 3s2, 3p4 yazılır. Səhv yazır müəllim. Yox, bax, küçürt. Bu 4, 6 yazır. 6 yazıb, hə. Bax, Aygül, X küçürtdür. İndi qeyri-metaldır. Küçürt nə ilə iyon rabitə, nə ilə kovalent rabitə? İyon rabitələri seç. İyon rabitəsi metal və qeyri-metal arasında olur. Demək, burada metal rabitə ilə birləşməlidir. Zeynə, D elə. Zeynə D bəli. Deyir ki, amma kovalent rabitə deyirsə, qeyri-metalın qeyri-metal arasında yaranmalıdır. Bu xlorla... Aynen B. Karbon. Aynen C. Aynen B, karbonla xlor.